Şuşa Müalicə Sağlamlıq Mərkəzi də istifadəyə verilib. Tibbi bərpa və reabilitasiya şöbəsində duş su vannalarıdır, duş suyun daxilə qabuludur və müxtəlif reabilitasiya proqramları tətbiq olunur. Beləliklə, pediatrik, yəni ki, uşaq əhalisi üçün, artrologiya, oynaq xəstəlikləri üçün, nevrologiya, reabilitasiya mərkəzi də burada mövcuddur. İnanırıq ki, həmən reabilitasiya şöbəsi Respublikada böyük maraq doğuracaq və vətəndaşlarımız gözəl Şuşanı gəlib ziyarət etməklə yanaşı öz sağlamlıqlarını da yaxşılaşdıra biləcəklər. Əslində Şuşanın təbiəti, Qarabağın təbiəti elə bir müalicədir, o mərkəzlər də əlavə dəstək. Tamamilə razıyam sizinlə, tüm xalqımıza möhkəm can sağlığı arzu edirəm. Sağ olun. Avadanlıqlardan plan götürək. Hə, mütləq. Ən müasir avadanlıqlarla təchiz olunub. Mərkəz 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir. Eyni zamanda bütün zəruri şöbə və avadanlıqlarla təchiz olunub. Eyni zamanda belə görünür ki, təkcə Şuşa üçün yox, ətraf bölgələrin əhalisi üçün də mərkəz xidmət göstərə biləcək. Bu vannalar nə vannalardır, bilirsiniz? Hidroterapiya vannaları. Səhiyyə Naziri LED köşkdən istifadə etməklə bu monitor vasitəsilə Sağlamlıq Mərkəzinin imkanları barədə dövlət başçısına məlumat verəcək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə Sağlamlıq Mərkəzində görülən işlərlə yerindəcə tanış olacaq.